Belə çıxır ki, siz qarət elədiyiniz ölkələrin hesabına dolandırırdınız xalqı. Qarət eləmək nə deməkdir? Tanrı dünyanı mənə vermişdi. Dünyanın bütün ölkələrini mənim üçün yaratmışdı. Bizim için yaratmıştı. Türk milleti için yaratmıştı Tanrı. Doğrudur. Tanrı dünyanı bizə vermişdi. Yeryüzü sizə tapşırılmış kimiydi. Doğrudur. Vaxt sıyrılmış qılınclarınızın səmtinə işləyirdi. Dünyanın bütün şahları, kralları sizə xərac verməklə xoşbəxt idilər. Dünyanın böyük kəşfləri sizin adınızla bağlıydı. Təkəri, sonra arabanı kəşf etdiniz, atı əhilləşdirdiniz. Hamısı da elə bil yurdlarınızı atıb getmək üçünmüş. Getdiniz, qayıda bilmədiniz. Yurdlarınız boş qaldı. Ən doğru olanı bax, budur. Qılınclar, oxlar kəşf etdiniz. Özümüzə gərək oldu. Özümüzü doğradı yaratdıqlarımız. Tanrı verdiyindən nə qaldı, oluruqlar. Özümüzdən başqa düşmən tapmadıq. Öz gücümüz özümüzə çatdı. Bugünə əli boş döndük. Hun imperiyası niyə dağıldı? Çünki Çin-Tabqaş xalqının ipək dilinə aldandıq, gəl dedilər, getdik, nə dedilər, yapdıq. Baxın, daşlara yazılan kimi sağ qolumuz sol qolumuzu kəsdi. Qolsuz, qanadsız qalmışım. Tanrı dünyanı bizə verib dedi, çıxdıq. Və Tanrı verdiyini də itirdik. Şərqi Türkistan dövləti Osmanlı dövləti ilə müharibə aparmasaydı, indi dünyanın mənzərəsi necə olardı? O haqda düşünmüsünüz? Vəzir-i Əzəm Candarlı Paşa məhkəməyə gəlsin. Lütfən. Vəzir-i Əzəm Candarlı Paşa sizsizmi? Bəli, əfəndim. Buyurun. Osmanlı İmparatorluğu ilə Şərqi Türkistan xaqanlığı arasındakı ixtilafı aradan qaldıra bilməzdinizmi? Xeyr, əfəndim. Aradan qaldıra bilməzdik. Ne için? Şərqi Türk xaqanlığı, yəni Teymur İmparatorluğu məsləhətə qulaq asmırdı. Onlara heç nə anlatmaq mümkün değildi. Yalandı. Əksinə,
Osmanlı dövlətində ağıllı adamlar söz güləşdirir, mübahisə eləyir, qürurundan burnunun ucunu görməyən sərxoş bir hökmüdarsa qərarlar verirdi. Rica edirəm, bir-birinizə böhtan atmayın. Bəs mənə atılan böhtanları necə yığışdıraq? Bəllidir ki, Yıldırım Bayezid xanın ayıq vaxtı olmurdu. Sərxoş adamsın, necə qərarlar verə bilərdi? Ona görə də barışıq üçün attığım bütün addımlar boşa çıxdı. Barışıq üçün nə etdiniz ki? Elçilər göndərdim. Zindana attılar. Məktublar yazdım. Həqarət dolu cavablar gəldi. Gedib ayaqlarına düşməyəcəkdim ki. Siz ikiniz də böyük Türk millətinin taleyini dəyişmək gücündə olan sərkərdə idiniz. İndiki duruma baxın və anlayın. Bu xalqın gələcəyi xatirinə ayaqlara düşmək lazım idisə, gərək düşəydiniz. Hikkə, qəzəb, ağılsız mənəmlik bizim də qazandığımız uğurları heç elədi. Bugünkü parçalanmaların, yurtlarımızın, torpaqlarımızın yad əllərə keçməsinin səbəbi budur, Əmir Teymur. Əmir Teymurun barışıq istəməsi doğrudurmu? Doğrudur. Ancaq Teymurun yazdığı məktublar səmimi deyildi. Onun göndərdiyi adamlar da xoş niyyətlə gəlməmişdilər. Məncə Teymur bunu ona görə eləmişdi ki, tarix onu günahlandırmasın və Ankara Savaşının məsuliyyəti Yıldırım Bayezidin üzərinə düşsün. Teymurun elçilərinin tələbi nədən ibarət idi? Məktublarında nə istəyirdilər? Yıldırım xanla savaşmaq üçün bahanə axtarırdı. Ağır şərtlər irəli sürürdü. Ayçiçək xatunun azadlığa buraxılmasını istəyirdim. Mümkün değildi mi? Lütfen. Sizə söz verilməyib. Nə istəyirdi Teymur sizdən? Xan, istəkləri bitib tükənmirdi. O zaman Qaraqoyunlu torpaqlarını Teymur işğal etmişdi. Qaraqoyunlu Qara Yusiflə Cəlair oğlu Əhməd bəy də qaçıb bizə sığınmışdılar. Əvvəl onları istədi. Sonra da şəhzadələrdən birinin girov olaraq Səmərqəndə göndərilməsini tələb elədi. Əks halda müharibə edəcəyini söylədi. Və bir də Ayçiçək xatunu istəyirdim. Onu sərbəst buraxmaq olmazdı mı? Olardı. Təbii ki. Əslində Ayçiçək xatunun öz məmləkətinə dönməsi barədə Yıldırım xan razılıq vermişdi. Çünki Osmanlı dövləti vaqt qazanmalıydı. Maaş almadıqlarına görə Yeniçərlər etiraz etmişdi. Anadolu əskərləri isə Yaqub Çələbi hadisəsinə görə Yıldırım xana qarşı çıxmışdı. Ona görə mən də bəzi sərkərdələrimiz də dedik, Ayçiçək xatun azadlığa buraxılsın. Yıldırım xan əvvəl razılıq vermişdi, amma sonradan nəsə etiraz etdi. Səbəbini göstərdi mi? Niyə etiraz elədi? Heç bir səbəb göstərmədi. Bizim təklifimizi rədd edib məclisi tərk elədi. Tələb edirəm,
Yıldırım Bəyazıt xan məhkəməyə çağırılsın. Mən etiraz edirəm. Yıldırım Bayezid xanı şahit kimi dinləmək düzgün deyil. Ne için? Sebebi nedir? Səbəbini deyim. Vaxtilə özünün təyin etdiyi Bursa qazisi Yıldırım Bayezid'i şahit kimi rədd etdi. Kimmiş bu gazi? Bursa qazisi Mövlana Şəmsəddin Fənari. Gazi efendini derhal divana çağırın. Mövlana Şəmsəddin Fənari Yıldırım xanın şahidliyini ne üçün qəbul etmədi? Səbəbini deyə bilərsinizmi? Səbəbi bir o qədər də əhəmiyyətli deyil. Osmanlı dövlətində çalışan bir qazi Sultan Yıldırım'ın ifadələrini dəyərsiz sayırsa, əhəmiyyətli olan elə budur. Bu cür də anlamaq gərəklidir. Bursa qazisi Mövlana Şəmsəddin Fənari gəldi xan. Buyursun. Bursa gazisi Mevlana Şəmsəddin Fənari sizsiz? Mənim efendim. Bir məhkəmədə Yıldırım Bəyazıt xanın şahidliyini qəbul etmədiyiniz iddia olunur. Onu məhkəmədən qovmusunuz. Doğrudurmu? Elədir efendim. Qovmadım. Sadəcə məhkəməni tərk etməsini əmr etdim. Ne için? Diyebilirsiniz mi? Estağfurullah efendim. Məhkəməyə şahid kimi gəlmişdi. Sərxoşluğuna görə şahidliyini rədd etdim. Çünki məhkəməni yanılda bilərdi. Eğer Səmərqənd qazisi sizi məhkəmədən qovsaydı, ne ederdiniz? Başın kəsərdim. Yerlə yeksan edərdim məhkəməni. Bəs bu boyda təhqirə Yıldırım Bayezid'in sözü nə oldu? Heç nə efendim. Boynunu büküb çıxdı. Sonralar sizin haqqınızda bir cəza tədbiri görmədi ki? Yox. Heç bir tədbir görmədi. Yani hiç ne olmamış kimi işinize devam ettiniz, öyle mi? Evet. Devam ettim. Gedebilirsiniz. Biraz evvel söylediniz ki, Ayçiçek Hatun'un öz ülkesine gönderilmesi hakkındaki teklifi Yıldırım Bayezid reddetti. Bir hatunun azatlığa bırakılması bu kadar mı tehlikeliydi? Neydi onun korkusu? Efendim, bu sade mesele değildi. Ayçiçek Hatun'un öz ülkesine dönmeyini Teymur istəyirdi. Bu mesele yalnız ona göre siyasi mahiyet almıştı. Nice yani?
Əgər Ayçiçək xatunu Teymurun əmri ilə azad etsəydik, bu demək olardı ki, Osmanlı dövlətini Teymur idarə eləyir və bundan sonra onun bütün buyruqlarına, tələblərinə əməl eləməliydik. Ayçiçək xatunun Ərzincana qayıtmağına izin versəydiniz, o bir tələblərimdən vaz keçərdim. Ola bilsin. Amma bu, Osmanlı dövlətin müstəqilliyinə son qoya bilərdi. İki güclü Türk dövlətinin düşmənçiliyinə bir qadın mı səbəb olmuşdu yəni? Lütfən aydınlaşdırın. Ayçiçək xatun Ərzincan əmirinin halalca qadını idi xan. Ərzincan əmrinin halal qadını Yıldırım Bayezidin sarayında ne için saxlanılırdı? Yıldırım xan Ərzincan əmirini itaətdə saxlamaq üçün buna ehtiyac duymuşdu. Çünki Ərzincan əmiri Teymurla birləşib Sivası almaq istəyirdi. Ərzincan əmiri mənim himayəm altındaydı. Heç kəs mənə qulluq göstərənlərə çəkmələrimi yalayan köpəyimə belə çəkil deyə bilməzdi. O ki qalmış bir bəy ailəsi ola. Türkmən bəy Qara Yusiflə Bağdad Sultanı Cəlahiroğlu Əhməd bəy də bizə sığınmışdı. Onlar da Osmanlı dövlətinin himayəsində idilər. O ki elədi, bəs onda onları niyə təkidlə tələb edirdiniz? Bir şey də bilin. Siz Sivası qan gölünə çevirməsəydiniz, nə Yıldırım xan Ərzincana girərdi, nə də Ayçiçək xatun əsir düşüb Bursaya gətirilərdi. Mən Sivasda qan tökməmişəm. Yalandır. Yalandır. Siz Sivas'ta 4000 adamı öldürdüğünüzü boynunuza almışsınız. İndi de deyirsiniz, kan tökmedim. Sivas'ta qan tökmədiniz. Doğrudur. 4000 adamı diri-diri torpağa gömdünüz. Bəli. Diri-diri gömdüm torpağa. Ne için? İşkence vermek için? Xeyr. Elə bir qəsdim yox idi. Sadəcə olaraq söz vermişdim ki, qan tökməyəcəyim. Şəhəri ki özləri təslim etdi. Bəs bu qətilyam nəyə görə idi? Şəhəri qorxaqcasına təslim edərlər. Anasının təhqirinə göz yuman adam arasında nə fərq ola bilər? Bilgə xan. Burada mən ittiham olunmalıyam, yoxsa şəhəri təslim edərlər? Bunu haq divanı bilər. Lütfen bir daha məhkəmənin işlərini qarışmayın. Siz çıkabilirsiniz.
Candarlı Əli Paşa dedi ki, Teymur Sivasa hücum etməsəydi Yıldırım xan Ərzincana girməzdi. Siz Sivası ne üçün işğal etdiniz? Səbəb nə idi? Yıldırım Han o zaman Mısır'ın tabiçiliğinde olan Malatya üzerine yermişti. Ben de Sivas'ı tuttum. Ve aynı zamanda Karakoyunlu Kara Yusuf'la Celahiroğlu Ahmet Bey'i kaytarmadığına göre Osmanlı devletini cezalandırdım. Bunun nə əhəmiyyəti vardı? Siz ki o bəylərin dövlətlərini yıxıb, torpaqlarını ələ keçirmişdiniz. Özlərindən nə istəyirdiniz? Haklısın oldu. Düzünü diyeyim, Çin'in işgalı, sevgili hayalı kimi ürəyimdən çıxmırdı. Çin'i mütləq işgal etmeliydim. Təbii ki, ilk hədəfiniz Çin olmalıydı. Amma siz iki qardaş bir-birinizdən qovğaya çıxdınız. Bu hər ikinizin gücdən düşməyinizə səbəb oldu. Ulu Xaqa, bütün bu olanların səbəbkarı siz babalarımızsınız. Yatağından çıxan su hara axdığını bilməz. Və bir yerdə torpağa hopub yaxalar. O bizim başımıza geldi. Su axan yerdən bir də axar. Yox. Ulu Qazi. Teymur düz deyir. Yurdumuzdan çıxdıq. Özümüzü güclü, dünyanı gen gördük. Amma vaxt bizi aldatdı. Vaxt bizə qalib gəldi. Ulu xanlar, xaqanlar bilsinlər ki, bugünkü divanımız haqqın zamanın divanıdır. Haq zaman öz sözünü dedi. İndi onun cavabını verməliyik. Dirilər bizi eşitirlər. Baxın, biz əbədi dinclik yolundayıq. Amma gələcək dirilərimizin üstünə dəmir addımlarla yeriyirik. Bugün biz öz günahlarımızdan danışıb, dirilərə anlatmalıyıq ki, nə elədiklərini bilsinlər. Hörmətli Teymur, Fransa kralı 6. Karlın Avropa ölkələri hökümdarlarına yazdığı məktublardan xəbəriniz var yəqin. O məktublardan geç xəbər tuttum Şaman. Artıq Yıldırımla müharibəni başa vurmuş. Ne mektuptu o? Ne yazmıştı Fransa kralı? 6. Karl Avropa ölkələri hökümdarlarına bircə məktub göndərmişdi ki, bilin və agah olun. Biz birləşsək belə, Türk imperatorluğuna qalib gələ bilməyəcəyik. Onları məhv eləmək üçün iki Türk devlətini bir-birinin üstünə qaldırın. Allah'ın inandırın. Tez inanandılar. Heç kəsdən yox, bir-birindən qorxandılar. Çünki bir-birlərini yaxşı tanıyırlar. Təxribatçılar göndərin. Qan tökün. Aranı qarışdırın. Özlərindən olmayanları qulluğa çıxardın. Onların əli ilə iş görün. Doğrudur. Bayazidin də, Teymurun da sarayında Avropalılar elə buna görə vardı. Yalnız bu məqsəd üçün gəlmişdilər.
məqsədlə də iş görürdülər. İşlərini də gördülər. Eləcə dünyanı titrədən iki alp ər bir-birini məhv elədi. Nə yazıqlar ki, həmişə də belə olur. Amma Bayazıdı təslim eləyəndən sonra Teymur peşmançılıq keçirirdi. Mən bunu duyurdum. Öz böyük qələbəmdən sonra sarsıldım. Artıq gec idi, hörmətli əmir. Sən peşmançılıq keçirdəndə Avropa dövlətləri bayram içində idi. Və biz böyük Türk xalqı bir daha özümüzə gələ bilmədik. Şaman dədə, sözüm var. Diriləri dinləyək mi, Oğuz xan? Sözüm Atilla'ydı. Xan baba. Öz-özünü eləyənə el yığılı eləyə bilməz. Yüzilliklər boyu sarsıntılarımız çox olub, doğrudur. Bu sarsıntıdan sonra biz bir daha ayağa qalxa bilmədik. Amma bir həqiqət də var ki, yüzilliklər boyu bütün Avropa sizi, Atilla'nı arzuladı. Yiyəsizlik, tərbiyəsizlik, əxlaqsızlıq artdıqca insanlığın böyük adamları sizi aramağa başladılar. 19-cu əsrin əvvəllərində böyük Fransız yazıcısı Flaubert dostu Ernest Chevalier'e göndərdiyi məktubunda sizi arayırdı. Məktubda yazmışdı: Ey böyük Attila, sən nə zaman öz 400 minlik atlılarınla gəlib bu ayaqaltı, çürüntülər, əxlaqsızlar ölkəsini və gözəl Parisi yandıracaqsan? Doğru mu söylüyorsun? Doğrudur, xan Attila. Tarix nə əcəb gizlətməyib bunu? Yox, Ulu Xaqan. Bu tarixində namuslu adamları var. Həmişə deyiblər və indi də deyirlər. Tarix türklərdən başlayıb. Türklər tarixi yaradandılar. Buyurun. Bayazıdı yendiniz, sonra da sarsıldınız deyirsiniz. Sarsıldığınız için geç de olsa ne ettiniz? Məktublardan xəbər tutandan sonra Yıldırım xanın oğlunu əhv etdim və atasının yerinə padişah dikdim. Özümsə Çinə üz tutdum. Amma əcəl aman vermədi.
Bu belə də olmalıydı, hörmətli Teymur. Çünki sən gecikmişdin. Vaxt zaman gecikənləri bağışlamır. Doğrudur. Oradakı yazılar bizim səsimizdir. Amma biz öz səsimizi eşitmədik. Siz Alp Arslan Qazinin sualına cavab vermədiniz. Qazi soruşurdu ki, siz Qaraqoyunlu Qara Yusifində Cəlayir oğlu Əhməd bəyin də torpaqlarını əllərindən almışdınız. Bəs özlərindən nə istəyirdiniz? Dedim ki, Çinə yürüş etmək istəyirdim. Əgər dövlətini itirmiş bəylər Yıldırım Bayazid kimi bir duha sahibinə sığınmışdılarsa, onları arxamda qoyub Çinə necə yürüş eləyə bilərdi? Siz Osmanlı üzərinə yürüş eləyəndə Qara Yusif də, Cəlayir oğlu Əhməd bəy də artıq ölkəni tərk eləmişdilər. Geri dönə bilərdilər. İkincisi, Yıldırım xan mənə göndərdiyi cavab məktublarında çox sərt idi. Bu da təsir etdi mənə. Osmanlı müharibəsindən əvvəl sizin Qarabağdakı qərargahınıza Avropadan elçilər gəlmişdilər. Belə düşünülür ki, onlar sizi Osmanlı üzərinə qaldırmaqla Bizansı məğlubiyyətdən qurtarmaq üçün gəlmişdilər. Çünki Bizans artıq Osmanlı ordusunun təslim olmaq ərəfəsində idi. Sizsə heç bir səbəb olmadan Osmanlı dövlətinə müharibə elan etdiniz. Aptal mı sayırsınız məni xan? Ne demək istəyirsiniz? Yani o qədər axmaq olmuşam ki, hansısa bir Avropalı məni idarə eləsin? Onun sözləri ilə oturum durum? Yəni demək istəyirsiniz ki, Avropalılarla heç bir ittifak bağlamamışsınız. İttifak güçsüzlere lazımdı. Teymursa hiç zaman güçsüz olmayıp. Onda Avrupa'dan elçiler neye gelmiştiler? Avrupa elçileri gelmiştiler. Beni inandırsınlar ki Hristiyanlar bir bakire kızdan doğulup Avrupa'dan Qarabağ'a o kadar yolu yalnız bunun için gelmiştiler. Bəli. Cəlayir oğlu Əhməd bəy hüzurunuza gəlmək istəyir xan. Kim? Bağdat Sultanı Cəlayir oğlu Əhməd bəy. Gelsin. Buyurun.
Neden belə diqqət edirsiniz? Tanımadınız mı müttəhimi? Əlbəttə tanıdım. Onu ilk dəfə görəndə çölləmə dərviş eşqiya libası giyinmişdi. İndi qiyafəsini dəyişib. Yəqin Bağdadı görəndən sonra. Danışığınıza fikir verin. Müttəhimi təhqir eləməyə haqqınız yoxdur. Bu adam məni məhv etdi. Dövlətimi yıxdı. Ailəmi dağıtdı. Həyatım boyu əl çəkmədi məndən. Heç etdi məni. Hiçbir şeyə də açmadı. Hər nə olubsa olub, siz müttəhimi təhqir edə bilməzsiniz. Ona eşya deyə bilməzsiniz. O sözü geri götürün, lütfen. Geri götürürüm. İndi isə buyurun. Şikayətiniz var yəqin. Nə demək istəyirsiniz? Müttəhim Teymur barədə qərar verilməmişdən əvvəl bu kitabı oxumağınızı məsləhət görərdi. Böyük tarixçi İbn Ərəb Şahın kitabıdır. Siz məhkəməyə ağıl verməyə, yol göstərməyə gəlmisiniz? Estağfurullah. Sadəcə onu demək istəyirəm ki, bu kitab bəzi suallara aydınlıq gətirərdi. Tarixçiyə bax. Aydınlıq gətirənə bax. Əlinizdəki kitabı İbn Ərəb Şah Çələbi Mehmet zamanında Ədirne'də yazıb. Kitap düzgün yazılmayıb. Para kazanmaq, sultandan hədiyyə qopartmaq istədiyi üçün haqsızlıqla doludur. Kimdir Ərəb Şah? Nədən onun adı gələndə bu qədər qəzəblənirsiniz? Əvvəla, icazə verin bir məsələni aydınlaşdırım. Bu bədbəxt ömrü boyu mənə 2000 fərsəngdən baxıb. Heç vaxt yaxınlaşa bilməyib. Həmişə qaçıb qabağımdan 2000, 3000, 5000 fərsəng. Deyir ki, Bağdadda gördüm onu. Əgər məni Bağdadda görübsə, arvadının eteği altından görmüş olar. Lütfen təhqirə keçməyin əmir. İbn Ərəb Şahı tanıyırsınız mı? Qapımda qul olub. İbn Ərəb Şah məhkəməyə çağırılsın. Tələb edirəm. Siz gedə bilərsiniz. Ərəb Şahla birlikdə gəlmişim əfəndim. Əmrinizi gözləyir, gəlsin mi? Buyursun. Tarixçi İbn Ərəb Şah. Sizsiz? Bəli, əfəndim. Buyurun.
Müttəhim, Əmir Teymuru tanıyırsınız. Onu yaxından tanıdığıma həmişə təəssüf eləmişəm. Hardan tanıyırsınız? Şam şəhərindən tanıyıram. Şamda əsir düşdüm. Əfəndim Teymur məni götürüb Səmərqəndə gətirdi. Bu adam yalanlarıyla məşhurdur. Əsir olmayıb, onu Səmərqəndə qonaq apardım. Əmrinə qulluqçular verdim. Eğer əsir değildisə, Səmərqəndə niyə aparırdınız? Bu adam Şamda mənə yaxınlaşıb dedi ki, bəs tarixi əsərim var, qələmə almağa kömək eləyənim yoxdur. Onu başa düşdüm. Dedim, səni Səmərqəndə apararam, kömək eləyərəm, təki sən yaz, yarat. Sevindi, xoşbaxt oldu. O cürə söz verib apardınız, sonra da bığlarını yoldurdunuz. Doğrudur. Bığlarını yoldurdunuz. Sonra da dediniz ki yaz. Bundan sonra o necə əsər yaza bilərdi? Neyləmişdi ki? Bir gün mənə yaxınlaşıb dedi ki, bəs varlanmaq, zəngin olmaq istəyirəm. Necə edeyim ki, varlanım? Dedim, gözdə, bu saat neyləmək lazım olduğunu sənə deyərəm. Əmr etdim, bir-bir buğlarını yoldular. Var dövlət istəmək, varlanmaq, bu qədər mi qəbahətmiş? Yox, onun niyyəti başqa idi. Mənim döyüşdən qabaq mükafat istəyən əskərim olmayıb. Ancaq bu ərəb işdən qabaq para, zəfərdən qabaq mükafat istəyən əxlaqsızdır. Sessiz, əxlaqsız. Əgər elə olmasaydı, Yıldırım Beyazıt'ın qadının etki məclisində sağlıq yaptırmazdınız. İnsanlığın üz qarası, alçaq məxluq. Nə danışırsan, nələr uydurursan, ədəbsiz hərif. Bu alçaqlığa, bu iğrəncliyə niyə yol verirsiniz Oğuz xan? Atınızı minəndə ayağınızı Yıldırım xanın üstünə qoymurdunuz. Susun lütfen. Ya da doğrusunu söyleyin. Efendim, bu topal Nilüfer xatını çırpaq soyundurub saqili yaptırırdı. Sus deyirəm sana. Estağfurullah. Ulu Ruhlar Divanıdır bu. Öyle bir şey olsaydı bize əyan olardı. Siz məni dinləməyə məcbursunuz Oğuz xan. Danışmaq üçün gəldim mən bura. Hak divanıdırsa siz müttəhimi müdafiə eləməməlisiniz. Atın bu hərbi bayrağı! Buyurun. Devam edin. Deyirlər, Anadolu bəyliklərinə əl altından qızıl paylamışsınız ki, Osmanlı dövlətinə qarşı qalsınlar. Bu barədə məlumat var.
Doğrudan da savaşın həlledici anında Anadolu bəyləri sizin tərəfinizə keçdi. Mən bayaq ərz etdim ki, Yıldırım xan dahi sərkərdədir. Ona həm hörmət bəsləyirdim, həm də qorxurdum. Məğlub olacağımdan ehtiyat edirdim. Uduzmaqsa, mənim pəncərəmdən baxılanda hər şeyin sonu deməkdir. Ona görə də bəzi bəylikləri ələ almaq barədə düşünürdüm, ancaq buna ehtiyac qalmadı. Müharibəyə bir neçə ay qalmış, Germiyanoğlu Yağub bəy, Menteşoğlu İlyas bəy, Aydınoğlu İsa bəy, Sərxanoğlu Xızır bəy mənim Qarabağdakı iqamətgahıma gəldilər və Yıldırım xana qarşı olduqlarını bildirdilər. Cavabınız nə oldu? Düzü, bu bəylər mənə ürəkdirək verməsəydi, bəlkə də Yıldırım xanla müharibəni başlamazdım. Qara Yusiflə Cəlair oğlu Yıldırımı orada necə qızışdırırdılarsa, bunlar da burada məni o cür döyüşə məcbur edirdilər. Yəni, demək istəyirsiniz ki, məcbur oldunuz? Evet, mecbur oldum. Yıldırım, Bayezid xan, məhkəməyə çağırılsın, lütfen. Yıldırım xanın özü duydu bizi, əfəndim. Buyurun xan. Deyin, barışıq üçün cəhd etdinizmi heç? Fürsət tapıb görüşə bilmədim. Bir də heç bir səbəb olmadan torpaqlarıma təcavüz edən bir düşmənlə harda görüşə bilərdim? Amma müttəhim Teymur deyir ki, barışıq üçün sizin yanınıza elçilər göndərib. Elçilər də gəldi, məktub da göndərdi. Fəqət təklifləri çox ağır idi. Qəbul ediləsi deyildi. Müharibə üçün bəhanə axtarırdı. Nə istəyirdi axı? Bizi idarə eləmək istəyirdi.
Yox. Mən düşmənlərimi istəyirdim. Qara Yusiflə Cəlail oğlunu. Düzdür. Düşmənlərini istəyirdi. Amma bu nə deməkdir? Qara Yusiflə Cəlail oğlu bizə sığınmışdılar. Biz onları qaytarsaydıq, bizə nə deyərdilər? Biz Teymurun istəyi ilə öz əmrimizi dəyişə bilməzdik. Sonra o adamlar Anadolu'nu talan edib qaçdılar. Qorumağa dəyərdimi o iki zatı qırığı? Məsələ bunda deyil. Biz öz qərarımızı başqa bir hökmdarın əmri ilə dəyişiriksə, hansı müstəqillikdən danışmaq olar? Məni narahat edən bu idi. Deyilənlərə görə müttəhim Teymur əsirlikdə sizlə çox qaba, çox kobud davranıb. Anlamadım. Yəni, Teymur tərəfdən sizə və xanınıza qarşı hörmətsizlik olub. Şahidlərin ifadəsinə görə. Yox. Qətiyyən. Yaxşı. Xan, savaş bitəndən sonra siz Teymurla harda görüşdünüz? Teymurla ilk dəfə odasında görüşdük. Məni onun yanına gətirdilər. Oğlu Şahruxla şahmat oynayırdı. Ayağa durdu. Əl-ayağımın açılmasını əmr etdi. Əl-ayağınızı bağlamışdılar. Bağlamışdılar. Müttəhim Teymurun əmri ilə? Teymurun bundan xəbəri yox idi. Mənə elə gəlir. Mən belə əmr verməmişəm. Mən Yıldırım Bayezid'ə həmişə hörmət bəsləmişəm. İddialar var ki, müttəhim Teymur sizi təhqir edib. Xeyr, mən həqiqəti söyləyirəm. Teymur bizə qarşı çox nəzakətli idi. Bizi qonağı kimi saxlayırdı. Əlbəttə. Qonağım idiniz. Mən otağa girəndə Teymur şahmatı buraxıb ayağa qalxdı. Məni yanında oturtdu. Xoş sözlər söylədi. Az qala üzr istəyəcəkdi. Sonra çadırının yanında 3 çadır da qurdurdu. Mənim, ailəmin həyatına, şərəfinə toxunulmayacağına söz verdi. Sözünə əməl etdi mi? Əməl etdi, təbii ki. Sonra müttəhim Teymurla yenə görüşdünüzmü? Və görüşəndə nədən danışırdınız? Əsasən döyüşlərdən. Bir dəfə etiraf etdi ki, öz dövlətinə bərabər bir dövləti məğlub etdiyi üçün üzüntülər duyur, peşmançılıq çəkir. Doğru mu söyləyirdi? Səmimi idi mi? Səmimi idi. Çünki mən öləndə çox kədərlənmişdi. Nilufərə başsağlığı verəndə göz yaşlarını saxlaya bilmədi. Mən bunu ruhumla duydum. Onda başlar üstündə dayanmışdım. Deyilənə görə müttəhim Teymur sizi dəmir qəfəsə salıb dünyanı gəzdirmək istəyirmiş. Xeyr, yalandır.
Məni dəmir qəfəsə niyə salırdı? Mən boynunuza qoymaq istəmirəm. Amma sizi dəmir qəfəsdə görən tarixçilər var. Xeyr, yalandır. Yalançı tarixçilərin uydurmasıdır. Bir dəfə Firuz Xocanı qaçırtmaq istəyirdilər. Onda mənim də çadırın ətrafında bəzi tədbirlər görüldü. Dəmir qəfəs olmayıb. Yalan söhbətdir. Bəzi tədbirlər deyəndə nəyi nəzərdə tutursunuz, xan? Nə tədbirləridir? Gözətçi filan qoydular. Siz gözətçilərə etiraz etmədiniz ki? Yox, etiraz eləmədim. Məni narahat eləsələr də etirazımı bildirmədim. Çünki Teymurun yerinə mən də elə edərdim. Teşekkür ederim hanım. Siz artık azadsınız. Kalabilirsiniz. Buyurup gidebilirsiniz. Allah yardımcınız olsun. Qərar verməmişdən əvvəl Türk xalqları və Türk dövlətləri imperatorluqlarının baş itthamçısı Atilla xanı dinləyək. Bizim hamımızın səhvimiz olub, günahımız var. Müttəhim Teymur'unsa günahı böyükdür. O bütün dünya imperatorlarının birgə bacara bilmədikləri bir işi bacardı. Öz güclü əlləri və kəskin qılıncıyla Türk dünyasını parçaladı. Bu qılınc doğuya, batıya çalınacaktı. Özümüze çalındı. Müttehim Teymur cezalandırılmalıdır. Teymur öz peşmançılığını etiraf etti Oğuz xan. Teymur Yıldırım Bayazıdla apardığı müharibədən sarsıldığını dedi. Bir ruh kimi bu onun cəza çəkməyidir.
Teymurun bundan artıq ağrılar, əzablar çəkməyini istəməzdim. Bizim yurtlarımızı Teymur azad etmeliydi. Bütün səfərlərində mən onunla idim. Onun başının üstündeydim. O birinci uzaq şərqə yürüş etmeliydi. Ötükən yaylalarında yerli ruhlar onu gözləyirdi. Hikkəsini, acığını ötüb keçə bilmədi. O öz alın yazısına qarşı çıxdı. Müttəhim Teymur, Əmir Teymur kimi şərəfli tarix yaşayıb. Amma bu tarixdə daha çox biz əzilmişik. Başqaları yox. Ona görə də elə qərar çıxarmalıyıq ki, sonra gələnlərə dərs olsun. Dirlər arasından Güntəkini dinləyək. Olur olar. Əmir Teymurun günahları artıq onun yox, tarixin günahlarıdır. Məncə bu günahlar zamanın arşını ilə ölçülməlidir. Çünki bu günahlar 100 illər boyu öz işini gördü, dərinləşdi, qatılaşdı. Sonra gələnlərimizin səhvindən daldı, sütunlarımızı dağıldı. Teymurluq bir şey qalmadı burada. Gözümüz görə-görə dəyişdik. Bu günahlar bizi dəyişdilər. Bugün Əmir Teymura veriləcək cəzalar o günahları yuya bilməyəcək. Çünki bu günahlarda hamımızın payı var. Ölənlərimizin də, qalanlarımızın da. Sabahları düşünmək lazımdır. Olur olar. Dəyişsək də təzə adam kimi, yeni əskər kimi ayağa durmalıyıq. Öz əllərimizlə dağıtdığımız birlikləri yenidən yaratmaq üçün yollara çıxmalıyıq. Siz bizim üstümüzdə olun. Bizə xeyir dua verin. Müttəhim Teymur son olaraq nə deyə bilər? Özünüzü suçlu, günahkar sayırsınızmı? Mən bütün zamanlara sözümü demişəm. Qərar. Biz qərarı Türk dünyasından gözləyirik. Sizdən gözləyirik. Türk millətindən gözləyirik. Son qərar, son söz böyük Türk dünyasınındır. Yağlarım, ey
oğullarım hanım, cennet kokuyan çöllerim hanım, hanım doğuya açılan ellerim, hey yağlarım, Tanrı uğruyla koşan, Tanrı dağlarını aşan Oğuzlarım, Tanrı ruhumun yuvası düzleri, ay yüzlü aslan südlü kızlarım, hanım. Yurdum soyum ilkin hanım, bu kanlı ağzımla haykırdığım sazım sözüm türküm hanım. Sazım sözüm türküm hanım, sazım sözüm türküm hanım.